Bu qızıl güllərin ikinci 5 dəqiqəliyinin videosudur. Bu New Fashion Kerio. Kerio möhtəşəmdir. Solana qədər sapsarı qalan yeganə sarı qızıl güldür. Bu da elə bilirəm qədimi bizim həyətlərdə olan qızıl güllərdən. Yəni təzə xarici sortlar yarananda ilk bunlar gəlib. Əlbəttə ki, sevimli matadorum. Günəş olanda tam açır ləçəklərini, gecə büzüşür belə ləçəklər. Günəş olanda çox gözəl ətri olur. Bu mənim Westerlendimdə deyəsən. Adını dəqiqləşdirməyə çalışıram. Sarmaşıqdır və çox gözəl ətirlidir. Bu qara qızıl güllərdən biridir. Əslində realda daha tündür. Şəkildə biraz açıq düşür. Bu da qədim ağ qızıl gül. Bu da solğun çəkirəm. Bu da mənim simpatiyam. Keçək buradan. Bu super dorati sarmaşıq. Görün necə gözəl, dəli real daha möhtəşəm görünür. Bu da simpatiyadır. Keçdik bura. Bunlar satış üçün olan həmin o Westerlenddən. 2 dənə özümdə kol var. Satış üçün də bunlar, amma yerdədir. Payızda çıxaracağım. Bu da Augusta Louisa. Bir əzizə gedəcək yaxında. Bu belə gözəl, maraqlı, qıpqırmızı qızıl güldür. Satışda olandı. Bunların adını tam dəqiqləşdirə bilməmişəm. Bunun məndə 2 sortu var. Hendel baş deyirəm. Hendel əslində sarmaşıq qızıl güldür. Bu da Hendel oxşayır, amma koldur. Sən yazda açan xrizantemi. Bu bizim gəlirik İmperatriça Fara. Bəh. İlk çiçəyidir. Birini almışam, birini də hədiyyə eləyiblər. 2 dənə kolu var artıq. Bağımda Gülgəz xanım sağ olsun hədiyyə elədi mənə. Bu da çox maraqlı bir qızıl güldür. Sarmaşıqdır. Bu mənim sevimli Roza Damascena. Artıq bəzi çiçəkləri solur, yeniləri açır. Vaxt yoxdur ki, solan çiçəkləri qırım. Azad olsun biraz. Bu da bir əzizə gələcək Roza Damascena. Bu bizim qədimi qızıl gülümüzdür. Gözümüzü açanda ilk gördüyümüz qızıl gül bax budur. Ətirli, gözəl. Bundan 2 kol var. Payızda birini satışa çıxaracağım. Bu da qədimi qızıl güllərin bir növüdür. Klassik qızıl gülləri kolleksiya eləyirəm itməsin deyə. Klassik qızıl güllərimizi qorumaq, gələcək nəsillərə ötürmək lazımdır. Bu Artemisdir. Artemis var satışda 3 ədəd. İstəyən olsa yazsın. Möhtəşəm bir qızıl güldür. Piyonvari çiçəkləri var. Belə abilni çiçəkləyir. Ətrini də deyim siz. Xəfif ətri var demək olar. Keçək buradan. Bu bizim rokokomuzdur. Təzə başlayanda çox gözəl olur çiçəkləri. Möhtəşəm bir qızıl güldür. Bu Alman uzu adı olan bir, qəribə adı olan bir sort qızıl güldür. Yellow Angel artıq çiçəkli bitirib. Falstaff bu il əla çiçəklədir. Bəzən pauzaya basanda elə bilirəm açmışam təzədən. Ona görə təkrar olsa bağışlayın. Bu bizim o Westerlendimiz. Mənim ikinci kolum. Möhtəşəmdir. Sarmaşıq. Burada mənim laboratoriyamdır. Bunlar özüm üçün əkmişəm. Sarmaşıqdılar, ikisinin bir-birinin yanına. Bunlar sarmaşıqdır, satışda olandı. Bunlar bukavlardır, satışda olan bukavlarımdır. Görün necə gözəldir. Burada Wilhelm-Blolar var satışda. Sarmaşıq simpatiyalar var.
Artemis'ler, Super Chelsea var burada. Bu da bir Əzizə gedəcək artıq sifariş verib. Çok güzel, çok rengi çok güzel olan bir